Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu değerli izləyicilər. Bugün mən yenə sizə Uca Allahın başqa iki adı haqqında məlumat verəcəm. O adlar da Əl-Xaliq və Əl-Xallaq adlarıdır. Quran-ı Kərimdə Əl-Xaliq adı bir neçə yerdə sadalanmaqdadır. Onlardan biri Həşr surəsində Uca Allah buyurur ki, Huvallahul xaliqul bari'ul musavvir. O Allah yaradan, yoxdan var edən və məxluqatına istədiyi surəti verəndir. Və həmçinin Xaliq adının başqa bir mübaliğ, daha geniş forması isə Xallaq olaraq keçməkdədir Quran-ı Kərimdə iki yerdə. Uca Allah buyurur ki, İnna rabbaka huvel xallaqul alim. Həqiqətən də sənin Rəbbin yaradan və hər şeyi biləndir. Digər ayədə buyurur ki, Bələ və huvel xallaqul alim. Əlbəttə ki, o yoxdan yaradan və hər şeyi biləndir. Yaratmaq, xalq sözünün iki mənası var. Xalq sözü iki mənaya dəlalət edir. Allaha nisbətdə xalq sözü yoxdan var etmək, yoxdan icad etmək, yaratmaq mənasındadır. Necə ki, Uca Allah buyurur ki, Quran-ı Kərimdə Əvələm yarav ənnə xalaqnə ləhum mimmə amilət eydinə ən'amən fəhum ləhə məlikun. Məgər onlar görmürlər ki, biz onlar üçün sahib olduqları heyvanları öz əllərimizlə yaratmışıq. Həmçinin də xalq sözünün ikinci mənası isə yəni düzəltmək, təqdir etmək mənasındadır. Necə ki, Uca Allah buyurur ki, və təxluqunə ifkə və siz yalan uydurursunuz, yalan danışırsınız. Burada ona görə xalq kəlməsi, yaratmaq kəlməsi Adəm evladına nisbət olunanda düzəltmək mənasındadır. Allaha nisbət olunanda isə yoxdan var etmək mənasındadır. Necə ki, Uca Allah buyurur ki, Həl min xaliqin qayrullah. Allahdan başqa yaradan varmı? Həmçinin başqa da buyurur ki, Həzə xalqullah fəəruni məzə xalaqəllezine min dunihi və lizzalimune fi dalalin mubin. Bunlar Allahın yaratdıqlarıdır. İndi isə mənə Allahdan başqalarının nə yaratdıqlarını göstərin. Xeyr, zalimlar açıq-aydın azğınlıq içərisindədirlər. Həmçinin də Allah Subhanahu wa Taala bütün bu məxluqatı, yerləri, göyləri, hər bir şeyi əbəs yerə yaratmayıb. Əlbəttə ki, Allah Taala bütün məxluqatı əbəs yerə yaratmaqdan münezzəhdir.